Hər vaxtınız xeyir dostlar. Deməli bu dəfə də olduqca maraqlı bir məkana gəldim, çıxdım. Bura Quba rayonu Hacı Hüseynli kəndidir və bir maraqlı bir yerə gəlmişəm. Burada belə bir Rus pravoslav kilsəsi var. Düz burada görsənir. Baxın. Yəni bunun tarixi elə də qədim deyil, təxminən hardasa 18-19-cu əsrlərə aiddir. Yəni bu nə vaxt ümumiyyətcə tikiblər, məqsədləri nə olub, niyə tikiblər, mən deyim. Təbii ki, bilirsiniz, Rusiya artıq Azərbaycanı işğal etdikdən sonra burada öz əhalisini yerləşdirməyə başlayır və həmin tərəfdən də yerli əhalinin, yerləşdirdiyi əhalinin belə deyim, dini tələbatlarını ödəmək üçün burada belə kilsə tikirlər. Bu pravoslav kilsəsidir. Yəni o vaxtı bura köçürülmüş həmin o pravoslavlar burada bu kilsəni tikirlər. Bu da həmin kilsədən olan görüntülər. Yəni o qədər də rahat gəlmədim. Düzdür, yolu var, yəni rahat yoldur, amma xəritədə buranı heç cür tapmaq olmur. Bax belə, bura Hacı Hüseynli kəndində yerləşən Rus pravoslav kilsəsidir. İçinə girə bilməyəcəm, təəssüflər olsun. Bağlayıblar. Bu da kənarları da, bax belə. Gəl görməyə dəyər. Belə.